Salam uşaqlar, testlərin izahına baxaq. Deməli, 16-cı sualı soruşmusunuz. 16-da bizdə deyir ki, hansı mərhələdə fiziki hadisə baş verir? Biz demişik ki, əgər maddənin aqreqat halı dəyişirsə, forması dəyişirsə, bu fizikidir. Amma əgər bir maddə başqa bir maddəyə çevrilirsə, o kimyəvidir. İndi baxın, bu hava. Hava qarışıqdır da, eyni cinsli qarışıqdır. Bax, havanın tərkibində oksigen var. Biz havadakı oksigeni ayırsaq, yeni bir maddə almırıq. Ona görə bu fizikidir. Amma bilirsiniz də, suyun özünün formulu var. Biz oksigeni su şəklinə salırıqsa, görürsünüz, tərkib dəyişir. Bu kimyəvidir. Uşaqlar, deməli, su buxarı elə o da H2O-dur. Əgər biz suyu su buxarına çeviririksə, yeni bir maddə almırıq da, olduğu kimi qalır. Fizikidir. Deməli, burada, bax, belə oldu. Birincidə havada oksigen O2-dir. Havadan oksigeni ayırırıqsa fiziki. Bir də üçüncündə sudan su buxarının alınması, o da fizikidir. Doğru cavab C bəndi olur. 17-ci sualda eyni bu sualdır tərsinə. Deməli, 17-ci sualda yenə hava deyirik ki, qarışıqdır. Havanın tərkibində oksigen bax bu şəkildədir. Oradan oksigen alırıqsa görürsünüz fizikidir. Yeni bir maddə almadı. Su H2O-dur görürsünüz. Bax burada kimyəvidir. Bir maddədən başqa bir maddə alındı. Su, buz elə bu da H2O-dur. Bax, üçüncündə yeni bir maddə alınmadı. Suda H2O-dur, buzda. Deməli, burada kimyəvi hadisə oldu yalnız 2. Doğru cavab D bəndi. Deməli, 18-ci sualı soruşmuşsunuz. 18-də fikir verin qrafiki. Birinci gəlin qrafiki başa düşək. Bax, qrafikdə bərk kütlənin zamandan asılılığı fikir versiniz, müəyyən bir qiymətdən artır. Deməli, yadınızda saxlayın. Əgər müəyyən bir qiymətdən artırsa, deməli, burada, tutaq ki, bax, burada 10 qram var imiş, artıb deyək ki, olub 12 qram. 2 qram artıb. Bax, o artıma səbəb olan qazdır. Deməli, bax, qabda, məsələn, götürək ki, qabda bir bərk maddə var imiş, elə, bura qızdıranda qaz birləşib, kütləni artırıb. Deməli, bərklə qaz birləşib, bərk alınanda, bax, bu qrafiki örüyür. Bu da fikir verin, cavab E bəndidir. Bax, bərk halda bərklə qaz birləşdi, yeni bir bərk maddə alındı və kütlə artır. Bax, belə başa düşək də, tutaq ki, mən 10 qram kalsiyumu qızdırıram, havadakı oksigeni özünə çəkir və tutaq ki, havadan 4 qram oksigen birləşdirir özünə, olur 14 qram. Görürsünüz, əvvəl bərk kütləmiz neçə qram idi? 10 qram idi. 4 qramda oksigen havadan birləşdirdi özünə, oldu 14 qram. Bir sözlə, bax, bu cür qrafik görəndə, əgər, bax, müəyyən bir qiymətdən, sıfırdan baş, bax, belə olsa yox. Müəyyən bir qiymətdən artırsa, deməli, o bərklə qazın birləşib bərk əmələ gətirməsidir. İndi baxın, 19-cu sualda da qrafika bir fikir verin. 18-in tam tərsidir, bax. Müəyyən bir qiymətdən azalır. Deməli, tutaq ki, bu 15 qramdır, azalır, olur, deyək ki, 11 qram. Nə qədər azalır? 4 qram. Deməli, əgər kütlə azalırsa, elə düşünün ki, bax, bir dənə bərk maddədən qaz ayrılır, yeni bir bərk maddə alınır. Yəni, burada elə ki, 18-də artırdı deyə belə olmalıydı. Bərk, üstə gərək qaz, bərk. Amma 19-da isə müəyyən bir qiymətdən azalır deyə tərsinə qaz ayrılmalıdır. Yəni, bərk alınır, bərk və qaz. Bax, əgər qaz ayrılırsa, də bura yazaq qaz.
Qaz ayrılırsa azalır, qaz birləşirsə artır. Burada görək hansıdır? Bərkdən bərk və qaz alınıb. Deyib bir dənə C-yə baxın. Bax, bu bərkdir. Bərk parçalanıb nəyə? Bir dənə bərkə, bir dənə qaza. Bax, bu qazın hesabına azalma olur. 20-ci sualda deyir ki, laboratoriyada X, Y və Z maddələrinin analizindən aşağıdakı nəticələr hasil olunur. X-in tərkibi olunur. Bax, bizə deyir ki, hansı ifadələr doğrudur. X müxtəlif cinsli qarışıqdır. Baxaq, bax bu qazlar var ha. Bax, bunların üçü də havanın da tərkibində varmı? Bax, N2, olsa fikirləşərəm ki, N2, O2, CO2. Bunun üçü də havada var və hava eyni cinsli qarışıqdır da. Deməli, onda bu üç qaz qarışığı müxtəlif cinsli ola bilməz. Eyni cinsli olmalıydı. 2. Y-in tərkibində, bax bu Y-ə baxın, bunun tərkibində kakao var. Bax, 3 dənə fərqli maddə var. Ona görə bu saf maddə ola bilməz. Bu qarışıqdır. Z, amma baxın, Z yalnız O2 molekullarından ibarətdirsə, o bəsit maddədir. 3 doğrudur. Deməli, burada yalnız 3 A bəndi olur. Baxın, 21-ci sualda bayaq dediyimiz kimidir. Bax, birinci qrafikdə görürsünüzmü ki, dəyişmir də, sabitdir. Bax, əgər bərk maddənin kütləsi sabitdirsə, onda elə bir o qaz halında iştirak eləmir. Nə reaksiya girmir, nə də alınmır. Elə bir ki, bax, oxun əvvəli də bərk olmalıdır. Oxun sonu da bərk olmalıdır. Və burada görə hansı olur deyə 3-ə baxın. Bax, 3-də ox bərklə bərk birləşir, bərk alınır. Deməli, bura 3 uyğun gəlir. İndi ikincinə baxın. İkincində görürsünüzmü, müəyyən bir qiymətdən azalır, özdə sıfıra çatır. Sıfıra çatırsa, deməli, bərk maddədən yalnız qaz alınmalıdır da. Oxun əvvəli bərk olmalıdır. Oxdan sonra yalnız qaz olmalıdır da. Oxdan sonra bərk ola bilməz. Və burada fikir ver, bərk, birə baxın, bax, bərk parçalanır 2 dənə qaza. Elə düşünün ki, bu qazlar uçub gedir də. Bax, belə düşünün, qabdır. Qabda A maddəsi bərkdir. Elə. Bu A-nı qızdırsaq, B qazı ilə C qazı uçub gedir, elə alınan maddələr və qabda heç nə qalmır, sıfıra çatır. Bax, o qrafikin sıfıra çatmağı onu göstərir. Bax, eyni 22 də onun kimidir. 22-ci sualda birinci qrafikdə görürsünüzmü, müəyyən bir qiymətdən artır. Bayaq onu demişdik, əgər müəyyən bir qiymətdən artırsa, deməli, bərk maddənin üzərinə qaz gələndə bərk maddə alınır da. Bax, bərk, qaz birləşib, bərk alınır ki, elə. Bax, bu müəyyən bir qiymətdən artmağına səbəb qazdır. Bərklə qaz 3-ə baxın. Bax, üçüncündə bərklə qazdan bərk alınıb. İkinci qrafika baxın. Müəyyən bir qiymətdən azalıb elə, amma sıfıra çatmayıb. Əgər azalırsa qaz ayrılır. Və sıfıra çatmırsa, deməli, həm də bərk maddə alınır da. Elə bir dənə bərk maddə, bax, belə düşünək. Bu qabdır. Düşünək ki, 10 qram bərk maddəni qızdırırıq, elə. Bu zaman buradan deyək ki, 4 qram qaz ayrılır. Bu 10 qramın 4 qram qaz uçub gedir, 6 qram qalırmı bərk maddə qabda? Yəni, bu o demək ki, bərk qaz ayrılanda nə qədər qaz gedirsə, amma qalanı qalır da. Bax, o sıfıra çatmamaq o deməkdir. Bu da fikir verək görək hansı qrafikdə ödəyir deyə ikincidə. Baxın, bərk parçalanır, bərk alınır, amma bax, bu qaza görə azalma olur. Sonra,
Növbəti sualımız 28-ci sualı soruşmusunuz. Baxaq. Bax 28-ci sualda deyir ki, trinitrogliserin yüksək partlayıcı təsirə malikdir. Zərbənin təsirindən partladığı üçün silah istehsalında tətbiq olunur. Nəysə. İndi bizə deyir ki, doğru ifadələri müəyyən edin. Partlamasında alınan qazların qarışığı homogendir. İndi bu partladılan zaman, bax burada bir şey deyir də şərtdə. Deyir ki, zərbənin partladığı üçün silah istehsalında tətbiq olunur. Əmələ gələn qazların hər biri havanın tərkibində. Bax, əgər bu maddənin partladılması zamanı əmələ gələn qazlar havada varsa, hava axı eyni cinsli qarışıqdır. Havada var deyə bu eyni cinsli qarışıqdır. Homogen, bəli. Trinitrogliserin sabit ərimə temperaturuna malikdir, bəli. Ümumiyyətcə biz demişik ki, saf maddələr sabit ərimə temperaturuna malikdir. Burada xüsusi formulu var da, trinitrogliserin xüsusi formulu var deyə o saf maddədir və saf maddələrin sabit qaynama temperaturuna malikdir. Trinik qarışıq maddədir, xeyr, saf maddədir, qarışıq deyil. Ona görə burada doğru cavab 1-2 olur. 27-ci suala baxaq, o da soruşulmuşdur. Bax, 27-ci sualda bizə deyir ki, şərti bir də mən oxumuram. Azerlight nefti üçün doğrudur. Bax, ümumiyyətcə, neft özü eyni cinsli qarışıqdır. Bax, qarışdırmayaq. Neftlə su müxtəlif cinsli qarışıqdır. Əgər biz neftlə suyu qarışdırsaq, müxtəlif cinsli qarışıq almış oluruq. Amma nefti suda qarışdırmasaq, neftin özü də qarışıqdır, eyni cinsli qarışıqdır. Ona görə də bir doğrudur. Bir də, bax, bizə 20 ton neft verib və bizə deyir ki, şərtdə 0,14% nə var? Kükürt var. Onda biz 20 tonu kiloqrama çevirək, birinci. Kiloqrama çevirmək üçün 20-ni vururuq minə. Onda 20-ni minə vururuzsa, bura 3 dənə 0 artırırıq. Bu oldu 20 ton, 20.000 kiloqram. İndi 0,14% əgər kükürt varsa, bunun 0,14-ə vurub 100-ə bölürük və bu eləyir 28 kiloqram. Bəli, deməli 2 doğrudur. Həmən o 20 ton, yəni 20.000 kiloqram Azerlight neftində 28 kiloqram kükürt olur. Bir də sabit qaynama temperaturuna malikdir, səhvdir. Sabit o zaman olardı ki, bu saf maddə olardı da, qarışıq olmazdı. Axı neft qarışıqdır, eyni cinsli qarışıqdır. Ona görə də bunun sabit ola bilməz qaynama temperaturu. Cavab oldu 1-lə 2. Deməli, uşaqlar, 31-ci sualda neyinirik? Bax, bu Naxçıvan duzunun tərkibində deməli 95% xalis xörək duzudur, 5% də kənar qarışıqdır, həll olmayan. İndi bizə deyir ki, neçə ton Naxçıvan duzu artıq miqdarda suda həll edilən zaman bu qədər həll olmayan. Axı biz dedik ki, həll olmayan neçə faizdir? 5%dir də. Bax, bu 250 kiloqram həll olmayan hissədir. Bax, 250 əgər 5%dirsə, x 100%dir. Və buradan x bərabərdir. Neçə eləyər? 50.000. 5.000. Bu elədi 5.000. Amma 5.000 nə? Kiloqram. Çünki axı burada kiloqramdan soruşurdu. Bizdən isə tonla soruşur. 5.000 kiloqramı da tona çevirəndə 1000-ə bölürük, eləyir 5 ton. Deməli, 5 ton lazımdır. 32-ci sual. Baxın, uşaqlar. Ümumiyyətcə, bu qızılda şərtdə də bizə deyir, karat. Karat elə qızılın nə qədər saf olduğunu göstərir. Məsələn, belə deyək də, 24 karat maksimumdur. Bu o demək ki, o 100% qızıldır.
Onun tərkibində kənar heç nə yoxdur. Amma tutaq ki, 20 karat qızıl saf deməkdir. O deməkdir ki, onun 20 karat o deməkdir ki, 24 karatdan 20 karatı qızıldır, yerdə qalanı qarışıqdır. İndi bizə o deyir 18 karat əyarlı 20 qram qızıl. Zinət əşyanın tərkibində neçə qram? Bax, bu 20 qram zinət əşyasının 20 qramı da qızıl olması üçün neçə karat olmalı idi? 24 karat. Bax, onda belə bir tənasüb qururuq ki, 20 qram qızıl 24 karatdırsa, x qram qızıl 18 karatdır. Onda, deməli, burada 18-i vururuq 20-yə, bölürük 24-ə, bu da eləyir 15 karat. Bu o deməkdir ki, 20 qram qızılın 15 qramı xalis qızıldır, 5 qramı da kənar qarışıqdır. Kimyəvi tənliklər üzrə hesablamalarda 7-ci suala baxaq. Baxın, kalsiyum kükürdlə, gəlin birinci reaksiyanı yazaq. Bax, kalsiyum üstə gələk S alınır, kalsiyum S. Əmsalda bərabərdir. Bax, 5 4 kütlə nisbətidirsə, 5 kalsiyumun üzərinə yazırıq. 4-də kükürdür. Bir də bu 16 qram kükürt verib. 16 bura kalsiyumu soruşur. Burada bir x yazırıq. Bax, buradan da fikir verin. 16 4-dən neçə dəfə böyükdür? 4 dəfə. 5-i də 4-ə vururuq 20. Bax, doğru cavab burada B bəndi olur. Sonra həmən qaydada bax 8-i soruşmusunuz. O da onun kimidir. Daha onsuz da 7-ni yaza bilməsə 8-də yazmamamız normaldır. Bax, kalsiyumun kükürtlə reaksiyasından alınır kalsiyum S. Bax, bu kütlə nisbəti verir. Bax, 5-in 4-də 5 kalsiyumun kütlə payıdır. 4-də kükürdün. Aşağıda indi 80 qram kalsiyumdur. Kükürdü soruşur. Buraya x yazırıq. Buradan da 80-i 4-ə vurub 5-ə bölsək 64 eləyər. Doğru cavab C bəndi. Sonra 14-cü sualı soruşmusunuz. Bax, 14 də maraqlı sualdır. Elə düşünün ki, qabdır. Qabda 16 qram nə var? Filiz. Biz bunu qızdırırıq və bu zaman qabdan 12,8 qram SO2 ayrılır. İndi biz, bax bu 16 qram filizin tərkibində kükürdü tapmaq istəyiriksə, deyək, bax buradakı kükürdü tapmalıyıq. Görək 12,8 qram SO2-də neçə qram kükürd var. Baxın, bu SO2-də kükürdün ayerin yazıram bura 32, oksigen də 16'dır. 16'nı 2'ye vuranda 32. Onda kükürdün ayeri ilə oksijeni topladıq 64. Və bu SO2-nin 64 qramında 32 qram kükürt var. Görək 12,8-dən nə qədər olar x. Buradan da x bərabərdir 6,4 edir uşaqlar. Biz tapdıq ki, bax bu 6,4 qram kükürt nəyin tərkibindədir? Bu 16 qram filizin tərkibindəymiş. İndi kütlə payını soruşursa, həmin aldığımız kükürdün kütləsini bölürük ümumi filizin kütləsinə, vururuq 100-ə. Bu da eləyir 40%. Ona görə doğru cavab burada E bəndidir. Sonra soruşmusunuz 15-ci suala. Baxaq, kristalhidrat məsələsidir. Bax, deməli uşaqlar, kalsiyum xlorid kristalhidratı deyib, bax budur. Kalsiyum xlor 2 vura x mol H2O. Bax, kristalhidrat budur, kalsiyum xloridin. Bunu qızdırsaq, bax, kalsiyum xlor 2 duzdur da. Duz qalır. Su isə, onun tərkibindəki su isə buxarlanır, gedir. Ox işarəsi yuxarı, yəni buxarlanmanı göstərir.
Baxın uşaqlar, bax bu 43,8-dir. Bax bu kristal hidratın kütləsidir. Nə qədər deyir azalır? Bu qədər. Azalan nədir? Buxarlanan su. Bax, suyun üzərinə yazıram 21,6. Onda uşaqlar 43,8 kristal hidratdan 21,6-sı buxarlanıb getsə, yerdə nə qədər qalır? 43,8-dən 21,6 çıxanda eləyir 22,2. Bax o 22,2-dədir, qalan kalsium xloriki. Qabda dedik axı kalsium xloriki qalır. Bax budur. İndi kalsium xlorikinin fikir verin. Nisbi molekul kütləsi 111-dir. Bura yazıram 111. Suyun aşağısına isə 18-i vururam əmsala. X-ə eləyir 18x. Bax, tənasibimiz hazır. Da bizə bu lazım deyil. Bu sadəcə o 22,2-ni tapmaq üçün lazım idi. Və buradan deməli x bərabərdir. Deməli 6. Səhv eləmirəmsə həll eləyir. Ona görə bax burada doğru cavab B bəndi olur. Növbəti sualımız 17-ci sualdır. Bax 17-ci sualda gəlin birinci reaksiyamızı yazaq. Deməli alüminium üstə gələk O2 alınır alüminium 2O3. Bunu da əmsallaşdıranda 2 bura, 3 bura, 4 də bura yazırıq. Əmsal bərabərdir. İndi uşaqlar. Bax, eyni kütlədə götürülüb. Biz birinci alüminiumun nisbi atom kütləsi 27-dir. Vururuq 4-ə. Bu 108 eləyir. Oksigen də O2 32-dir. 3-ə vuranda 96-da bu eləyir. Alüminium 2 O3-ün emeri 102-dir. Əmsalı 2-yə də vuranda 204-də bu eləyir. Biz eyni kütlədə götürüləndə nə edirdik uşaqlar? Azı çoxa bərabər götürürük. Bax, burada 108 yazıram. Burada azı çoxa bərabər götürəndə bax, alüminium 0 artıq qalmır. Amma burada 108-dən 96 çıxanda nə eləyir? Deməli, 108-dən 96, 12. Deməli, 12 qram oksigendən artıq qalır. Bir də ki, əmələ gələn alüminium O3 204-dür. Elə burada da 204 deyildi. Ona görə elə bax, burada aldığımız cavab ödəyir A bəndi. Sonra indi 18-ci sualı da soruşmuşsunuz. Eyni 17-dəki kimidir. Yenə baxaq. Bax, kalsium üstə gələk O2 alınır kalsium O. Bunu əmsallaşdıranda 2 bura, 2 də bura yazırıq, əmsal bərabərdir. Bax uşaqlar, kalsiumun ayeri verib 40, 2-yə vururam 80. Oksigen də 16 verib ayeri, indeksi 2-yə vuranda 32. Bir də kalsium 40 ilə 16, 56, onu da 2-yə vuranda 112. Bax uşaqlar, eyni kütlədə götürüldüyünə görə burada azı çoxa bərabər götürürük və kalsiumdan artıq qalmır. Bu 80-dən 32 çıxanda 48 eləyir də. 48 qram deməli oksigendən artıq qalmış olur. O da A bəndi. Sonra 19-cu sualı soruşmuşsunuz. Ona baxaq. Bax, uşaqlar, birinci sink üstə gələk kükürt, alınır sink S. Əmsalda bərabərdir. Bax, sinkin aşağısına ayerin yazıram. Deyib, bu 65. Kükürdün aşağısına yazıram 32. Sink S-in aşağısına yazıram 97. Bir də deyib, bax, bu şərtdə verilən kütlələri yazıram üzərinə 15, 6,4. Biz keçən dərsimizdə demişdik ki, bax, 6,4 32-dən 5 dəfə kiçikdir. Amma 15 65-dən təqribən 4 tam nə qədər kiçikdir. Hansı daha çox azdırsa, ondan o tam sərf olunur, ondan artıq qalmır. Deməli, burada kükürdə görə əmələ gələn singesi tapmalıyıq. Baxın, 6,4 32-dən 5 dəfə kiçikdirsə,
97-dən də 5 dəfə kiçik nə eləyir? 19,4. Deməli, əmələ gələn sink S 19,4-dür. Burada A-nı çıxırıq, C-ni çıxırıq, E-ni çıxırıq. Burada çünki əmələ gələn sink S-i B ilə D-da düz verib. Bəs indi sinkdən nə qədər artıq qaldığını necə tapırıq uşaqlar? Bax, demişdik ki, tam sərf olunan 6,4 verib, kükürt 5 dəfə azalmayıb. Onda sinkin ayərini də 5 dəfə azaldırıq. 65-i də 5 dəfə azaldanda 13 qram edir. Deməli, bax bu 15 qramın 13 qramı reaksiya girib. 15-dən də 13 çıxırıq, 2 qram artıq qalır. 2 qram sink artıq qalar. Ona görə də burada doğru cavab B bəndi olur. İndi yəqin ki, 20-ci sual da buna oxşardı. Ona da baxaq. Hə, oxşardı. Bax uşaqlar, yenə həmən qaydada gəlin kalsiumun kükürtlə reaksiyasını yazaq. Bax, kalsium üstə gələk kükürt alınır kalsium S. Əmsalda bərabərdir. Kalsiumun ayərini yazıram bura, kükürdün ayərini yazıram bura, əmələ gələn burada yazıram 72. İndi uşaqlar, baxın, şərtdə verildiyi kimi. Bu da 4 qramdır, bu da. İndi müqayisə edirik. Bax, kalsiumun 4 40-dan 10 dəfə kiçikdir. Kükürt isə, kükürdün 4 qramı 32-dən 8 dəfə kiçikdir. Deməli, 10 dəfə kiçik olandan artıq qalmır da. Kalsium tam sərf olunur. Onda əmələ gələn kalsium S-i kalsiuma görə tapırıq. Əgər kalsium 10 dəfə kiçilibsə, onda bunu da 10 dəfə kiçildirik, eləyir 7,2 qram. Deməli, 7,2 qram kalsium S-dən alınır. İndi artıq qalan kükürdü tapaq. İndi kalsium neçə dəfə azalıbsa, kükürdü də ayərini o qədər azaldırıq. Kükürdü, deməli, 32-ni də 10 dəfə azaldanda 3,2 eləyir. Deməli, kükürddən 3,2 qram reaksiya girir. 4-dən də 3,2 çıxanda eləyir 0,8. Deməli, 0,8 qram kükürdə artıq qalıb. Bax, B bəndinə baxın. 7,2 qram kalsium S alınır. 0,8 qram da kükürt artıq qalar. Sonra eyni 21 də bunun kimidir. Baxaq 21-ə yenə. Bax, yazıram kuprum, üstə gələk S, alınır kuprum S. Əmsalda bərabərdir. Kuprumun ayərini aşağısına yazıram, kükürdün ayərini aşağısına. İndi kuprum S-in də aşağısına yazıram 96. İndi uşaqlar, 12,8-i bura yazıram. 8 qramı da bura yazıram. İndi görək, bax, 12,8 qram kuprum 6,4-dən 5 dəfə kiçildi. Kuprum 5 dəfə kiçilib. Kükürt 4 dəfə kiçilib. Deməli, onda 5 dəfə kiçilən kuprum tam sərf olunub da. Onda əmələ gələn kuprum S-i kupruma görə tapaq. Bu, əgər 5 dəfə kiçilibsə, onda 96-nı da 5 dəfə kiçildirik elə. Neçə eləyər? 19,2. İndi, bax, kükürdü də 5 dəfə 32-ni 5 dəfə kiçilsək 6,4-dür. Deməli, bunun 6,4-ü reaksiya girir. 8-dən 6,4 çıxanda 1,6. Deməli, 1,6 qram kükürddən artıq qalır. 19,2 qram da kuprum S alınır. Deməli, bax, burada doğru cavab A bəndi eləyir. Sonra 22-ci suala baxaq. Bayaq o filiz məsələsi var idi. Bax, 22 ona bənzəyir. Elə düşünün ki, bax, qabdır. Deməli, uşaqlar, qabda 4 qram üzvü maddə var. Biz bunu yandırsaq, bu zaman yanması zamanı ki 8,8 qram karbon qazı ayrılır. Bax, buradakı karbon qazındakı karbonu tapsaq, həmən o üzvü maddənin tərkibindəki karbon həmin karbondur. Onda necə tapırıq? Deməli, CO2-nin emeri 44 eləyir də. Bax, hardan alırıq 44-ü? Karbon 12-dir, oksigen 16-dır. 16-nı 2-yə vuranda 32, 12, 44. Baxın uşaqlar,
44 qram karbon qazında 12 qram karbon varsa, 8,8 qramda isə X karbon olar və X bərabər eləyir uşaqlar 2,4 qram karbon. Deməli, bax, bu bizim aldığımız 2,4 qram karbon var. Bax, o 4 qram üzvü maddənin tərkibindəki karbondur. İndi üzvü maddədə karbonun kütlə payını tapmaq üçün həmin 2,4-ü bölürük 4-ə, vururuq 100-ə. O da eləyir 60%. Deməli, doğru cavab burada olur C bəndi. 23-cü sual o bayaqki artıq qalma məsələlərindəndir. Baxaq. Bax, 23-də kalsiyumun kükürdlə reaksiyasını yazırıq. Kalsiyum üstəgələ kükürd alınır kalsiyum S. Əmsalda bərabər uşaqlar. Bax, 40 qramı bura yazırıq. 32-ni bura. 72-ni də bura. İndi 5 bura yazırıq. 5 də bura. Bax, uşaqlar. Gəlin indi müqayisə edək. Kalsiyumun 5-i 40-dan neçə dəfə kiçikdir? 8 dəfə. Amma kükürdün 5-i təqribən 6-dan nə qədər kiçikdir? Deməli, onda kalsiyuma görə hesablamanı aparırıq. Kalsiyum daha 8 dəfə kiçilib də. Onda kalsiyum 8 dəfə kiçilibsə, bunu da 7,2-ni 8-ə bölsək neçə eləyər? Deməli, baxaq görək, 72-ni 8-ə bölsək 9 eləyir. Deməli, uşaqlar, 9 qram kalsiyum S əmələ gələr. İndi kükürdü də 8 dəfə azaldanda 32-ni 8-ə böləndə 4 eləyir. Deməli, bundan 4 qram reaksiya girib. Onda 1 qram da artıq qalıb. 1 qram kükürd artıq qalıb. 9 qram da kalsiyum S alınıb. Görək hansındadır o? A bəndinə baxın. A bəndi ödəyir. Sonra 24-cü suala baxaq. Uşaqlar, ekvivalentli metal oksidi su ilə reaksiyaya daxil olur. İndi bunu reaksiyanı ola bilər ki, bilməyənlər var aranızda. O eybi yoxdur. Gələcək dərslərdə onu biləsiniz. Bax, ekvivalentli metal oksidi belədir. Bunun üzərinə biz su gəlsək, uşaqlar, deməli, buradan alınır metal OH2. Burada da əmsal bərabərdir. Bax, 1,4 qram bura yazıram. 1,85 qram da bura yazıram. Uşaqlar, maddə kütləsinin saxlanma qanununa görə axı biz demişdik ki, sağ sola bərabərdir. 1,85-dən 1,4-ü çıxsa suyu verər. Görək neçə eləyir? Deməli, 1,85-dən çıxırıq, 1,4-ü. Aha, 0,45 eləyir uşaqlar. Deməli, bax, 0,45 suyun kütləsidir. İndi suyun aşağısına 18 yaza bilərik, suyun 1 moldu. Artıq metal O-nun da aşağısına nə yaza bilərik? Metal üstə gələk 16. Da bizə bu lazım deyil. Da, indi tənasibi bax, sol tərəfə görə. İndi 18 0,45-dən neçə dəfə böyükdür uşaqlar? Deməli, 18 40 dəfə. Bax, bu bundan 40 dəfə böyükdür. Onda 1,4-ü vururuq 40-a, 56. Deməli, bax, bu 56-ya bərabərdir. Metal üstə gələk 16 bərabərdir 56-ya. Buradan da metalın nisbi atom kütləsini tapırıq ki, 40 eləyir. O da ayrı 40 olan kalsiyum E bəndi. Sonra 24-ə baxdıq, 28. Aha, kristal hidrat məsələsidir. İndi bugünkü dərsimizdə də ona aid bir suala baxılacaq. Bax, natrium yodid. Bax, bunu belə yaza bilərik. Natrium yodid. Vuraq. Bax, o kristal hidrat budur. Əgər biz bunu qızdırsaq, bunun tərkibindəki su buxarlanır, gedər, duz qalar qabda.
Deməli, bax, bu şəkildə yazsaq. İndi deməli, bax, bunun 18,6 var. Bax, o kristal hidratdır. Bu qədər su alınmışdı. Suyun üzərinə 3,6 yazırıq. Uşaqlar, maddə kütləsinin saxlanma qanununa görə sağ-sola bərabərdir də. 18,6-dan 3,6-nı çıxsaq 15 edir. Bax, 15 budur. İndi natrium yodidin burada bizə emerin verir. Bax, bura yazaram 150. Suyun da aşağısına su 18'dir. Vuraram onun əmsalına 18x. İndi uşaqlarda artıq bizə bu 18,6 lazım deyil. Bax, indi müqayisə edək. 150 15-dən 10 dəfə böyükdürmü? Onda deyək, bu 3,6-nı 10'a vururam 36. Deməli, 18x 36'ya bərabər imiş. Və buradan x bərabərdir 2'yə. Onda qarşısında, suyun qarşısında 2 olan deyək, buradadır. O da D bəndi. Sonra 29-cu suala baxaq. Deməli, uşaqlar, 29-cu sualda bu əmələ gələn var, sıfırdan alınan Z. Bax, bu alüminium 2O3'dür. Qrafdır. Çünki burada alınan maddəmiz budur da. İndi reaksiyaya girən maddə var, ha. Fikir verin. Bax, burada alüminium 27'ni 4'ə vursaq, 108 qram alüminiumdur. Oksigen də 32'dir, 16'nı 2'yə vurduq. Vuruqsa 96'da budur. Baxın uşaqlar, bərabər kütlədə götürsək hansı alüminium daha çox sərf olunur, yoxsa oksigen, alüminium. Burada fikir verin, bax, ikisi də M qram götürülüb. Biri M-dən gəlib B-yə, biri isə M-dən gəlib A-ya. Hansı daha çox sərf olunub? De, X. X deməli alüminiumdur. Bu da oksigendir də. Elə ki, daha çox sərf olunan, görürsünüz, birisi M-dən gəlib A-ya, baxın o, daha çox sərf olunub da. İndi X maddəsi alüminiumdur, düz. Y maddəsi oksigendir, düz. İndi B qram Y reaksiyaya daxil olur. Bax, bu bir dənə 3'ü saxlayaq, sonra baxaq onu. Bax, B qram, yox, B gəlib harada dayanır? B artıq qalıb. B Y-in artıq qalanıdır. Amma Y nə qədər reaksiyaya daxil olur uşaqlar? M çıxaq B. Bax, bu M. Y-in başlanğıcıdır. B isə onun artıq qalanıdır. B-dən A-nı çıxanda sərf olunanı verir. İndi 5 də səhvdir. Bax, deyirik, A qram X reaksiyaya daxil oldu. Xeyr. A qram X artıq qalıb. İndi gəlin, bu da səhvdir. Bax, maddə kütləsinin saxlanma qanununa görə C-ni yoxlayaq. Nə qədər alüminium 2O3 alınıb C qram? Bax, bura C yazaq. Sonra alüminium nə qədər reaksiya girir? Baxın, alüminium X hərisidir də. M-dən gəlib A-ya. M çıxaq A. Bəs oksigen Y maddəsi, o da M çıxaq B. Bax, uşaqlar, maddə kütləsinin saxlanma qanununa görə sağ-sola bərabərdir. M çıxaq A ilə M çıxaq B-ni, bax, belə bir bərabərlik yaza bilərik. M çıxaq A, üstə gələk. M çıxaq B, bax, bu bərabərdir, alınan C. Burada da 2M çıxaq A çıxaq B bərabərdir C-yə. Və həqiqətən də 3'ün də doğru olduğunu göstərə bilərik. Bax, həmən qaydada 30-cu suala baxsaq, deməli, uşaqlar, 30-cu sualda aydın məsələdir ki, bax, bizim bu alınan Z maddəmiz deyib, bax, alüminium 2O3'dür də. Biz alınan maddəni necə seçirik? O sıfırdan artan olur da. Deməli, bu bizim alüminium 2S-dir. SO3, bax. Bir də uşaqlar, alüminium 27'dir, vururam əmsala 2'yə, 54 bu. Kükürt də 32'ni vururuq 3'ə, 96. Bax, hansı daha çox sərf olunur, reaksiyaya girir? Kükürt. Burada da fikir verin uşaqlar. Bax, biri M-dən gəlib B-yə,
biri də M-dən gəlib A-ya. Bax, M-dən A-ya gələndə daha çox azalıb da. Bax, o bizim kükürt maddəmizdir. M-dən B-yə gələndə alüminiumdur. Deməli, burada X maddəsi kükürtdür, doğrudur. Y maddəsi alüminiumdur, doğrudur. Bir də A qram X reaksiyaya daxil olub, xeyr. A gəlib harda dayanıbsa, o artıq qalandır. Ona görə bu səhvdir. Burada nətər desə düz olardı? Desəydi ki, M çıxaq A qram daxil olub, onda düz olardı. 4 də səhvdir. Bir də ki, bax, 5-in doğruluğunu yoxlayaq. Bura alınan maddəyə C yazaq. Alüminiuma nə yazaq? M çıxaq B. Kükürdə nə yazaq? M çıxaq A. Maddə kütləsinin saxlanma qanununa görə axı sağ sola bərabərdir. Onda M çıxaq A ilə M çıxaq B-ni toplasaq 2M çıxaq A çıxaq B, o da bərabərdir C-yə. Ona görə, bax, bu da doğru olur. 32-ci suala baxaq. Baxın, uşaqlar, burada əgər alınan maddəmiz Z-dir, reaksiya girən maddəmiz X2 ilə Y2-dir. Əgər bunu reaksiya şəklinə salsaq, X2 üstə gələk, Y2 alınır Z. Uşaqlar, fikir verin, Z sıfırdan gəlib harda dayanıb? 72-də. Deməli, 72 bura yazılır. Bəs X2-yə baxın, 64-dən gəlib sıfıra, bura 64. Bəs Y2 isə C-dən gəlib 32-yə. Bax, C Y2-nin başlanğıc kütləsidir, 32-də artıq qalandı. Onda Y2-nin sərf olunanını yaza bilərikmi? C çıxaq 32. Maddə kütləsinin saxlanma qanununa görə axı sağ sola bərabərdir. Onda 60 sol tərəfi cəmləyək, 64 üstə gələk. C çıxaq 32 bərabərdir 72-yə. Buradan da səhv eləmirəmsə C eləyir 40. C-nin qiyməti olur burada 40-a bərabər olur. Sonra görək, növbəti sualımız 33-dür. Görək 33-də nə deyir? Aha. Baxın 33-də uşaqlar. Gəlin birinci X, Y, Z-i tapaq. Necə? Burada fikir verin. Sağda nə qədər karbon var? 6 dənə. Solda da 6 olması üçün bu 2 olmalıdırmı? X olur 2. Yox, X olur 3. Sayın. Niyə 3 olur? Çünki sağ sola bərabər olmalıdır da. Sağda 6 karbon varsa, solda da 6 olmalıdır. Deməli, bu oldu 3. İndi gəlin Y-i tapaq. Fikir verin uşaqlar. Bax, burada suyun qarşısında 10 var. Onu 2-yə vursaq 20 eləmir. Sağda 20 hidrogen varsa, solda da 20 hidrogen olmalıdır. Onda Y neçə olmalıdır? 10. İndi gəlirik. Bax, burada nə qədər azot var? 4 dənə. Solda da 4 olması üçün Z-də 2 olmalıdır. Çünki bax, bu əmsal var, uşaqlar. 2 həm karbona, həm hidrogenə, həm də azota aiddir. İndi deməli, bu birləşmənin formulu belə oldu da. C3, H10, N2. İndi bax, bunun nisbi molekul kütləsini tapmaq üçün karbon 12-dir. 12 vuraq 3. Üstə gələk. Hidrogen 1-dir, vururuq 10-a. Azotda 14-dür, vururuq 2-yə. İndi buradan görək nə eləyir. 36, 10, 46. 46-nın da üstünə 28 gələndə o da 46. Daha doğrusu 46 ilə 28. 74 eləməlidir, səhv eləmirəm. Ola bilər. Nəsə diqqətsizlik eləyirəm. Sonra gəlirik 34-cü suala. 34-cü sualda
Bax, maqnezium reaksiyanı birinci yazaq. Üstə gələ X2. Buradan alınır maqnezium X2. Onsuz da bizə şərtdə alınan maddəni verir də. Baxın şöyle, burada əmsal bərabərdir. Bax, 1/10-2-ni bura yazıram. 8-i bura. Bax, maqneziumun ayeri 24-dür. 24 bura yazıram. Onda, bax, 24 1/2-dən neçə dəfə böyükdür? 20 dəfə. 8-i də 20-yə vururam, eləyir 160. Deməli, X2-nin emeri 160-dır. Amma bizdən X-in nisbi atom kütləsini soruşduğuna görə 80 eləyir. Niyə? 160-ı deyib, bax, bölürük 2-yə. O da 80. 34-ün də həllini dedik. Sonra gəlirik 35. 35-ci sualda, bax, bir dənə reaksiyamızı yazaq. X, Y2 üstə gələk 2 mol H2O. Alınır Z plus T. Bax, o fikir verin, şərt cədvəldə verilən kütlələri yazıram üzərinə. 32. Suyun üzərinə yazıram 18. Z-in də üzərinə yazıram 37. Suyun indi aşağısına 36 yazıram. Suyun emeri 18-dir axı. Əmsal 2-yə vurdum 36. İndi 36 18-dən 2 dəfə böyükdürsə, bax bu olur 64. 32-ni 2-yə vurdum. Bir də 37-ni 2-yə vururam 74. İndi uşaqlar, maddə kütləsi saxlanma qanunu tətbiq eləyirəm. Bax, sağ sola bərabərdir də. Bu ikisinin cəmi sağa bərabərdir. 64 ilə 36-nın cəmi 100 eləyir də. Bax, 100 bərabərdir nəyə? Sağ tərəf 74. Üstə gələk T-yə. Buradan da T bərabərdir 26. Deməli, uşaqlar, eyni 36 da bunun kimidir. Belə baxarsınız. 37. 37-də maddə kütləsinin saxlanma qanunu tətbiq eləməliyik. Bax, burada reaksiyamızı yazsaq, X üstə gələk Y alınıb nə? XY. Deməli, uşaqlar, fikir verin. Qrafika baxın, Y maddəsi elə 16-dan gəlib 0-a. Deməli, Y-in üzərinə 16 yazıram. XY-də 0-dan gəlib M-ə, bura M yazıram. İndi X-ə baxın. X başlanğıc kütləsi X-in 40-dır. Və bizə şərtdə deyir ki, X-in neçə faizi reaksiyaya daxil olur? 80%. Deməli, 40-ın 80%-ni tapırıq 32. Deməli, onda 40-ın da o 80%-ni tapdıq 32. Deməli, uşaqlar, maddə kütləsinin saxlanma qanununa görə sağ sola bərabərdir axı. Sol tərəf 32 ilə 16-nın cəmi 48 eləmir. Deməli, sağ tərəfdə elə 48. Ona görə burada əsas məsələ o X-in şərtdə dediyi 80% reaksiyaya daxil olursa. Bax, o 40 qramın 80% odur da. Ona görə mən X-in üzərinə 40 yox, 32 yazdım.